Amma bir də var ki, belə deyim də Gülnar xanıma orada məhəbbətimi bildirirəm, obrazlıq yaradıram. Məsələn, hər hansı bir emosiyaları Olub ki, heç vaxt tutmaz deyib ifa elədiniz mahnını, səhər oyanmışsınız ki, partladıq sosial şəbəkədə. Bax, indi ondan danışacağım. Cahangir almalıya bənzər, ay oğlan məni yandırma. Dedi, ehtiyac yoxdur, paylaşma. Onsuz da biz bunu paylaşım eləmişik. Evə gedən kimi mən bunu paylaşacağım. Saat 2-yə işləyirdi gecə. 2-yə işləyirdi, mən bunu paylaşdım. 2-yə işləmişdim. Bəli, Riskə bax. 2-yə işləyirdi, Cahangir bəy yatıb. Cahangir bəy artıq yatıb, TikTokda paylaşmışam. Qar yağır, qəşəng qar yağır. Mən də getdim bunu paylaşdım. İkimiz belə oxuyuruq. Demək, səhərə kimi mən yatmamışam. Zəng eləyirəm ki, Cahangir, bu trendə düşür. Trendə düşüb oyan. İnanırsınız, o qədər. Həm həyatımız dəyişdi, həm baxış sayı çox gözəl oldu. Bir də həmin videolara nə qədər insanlar özləri bilir ki, sizin səsinizin üzərinə özləri video çəkdilər. Bir yandan yaxın qonşum, bir yandan sevgilimsən. Qonşu olan ailə həyatı da qurublar. Yəni o qədər mənə atmışdılar. Ona da deyim ki, çox qonşuların problemlərini üzə çıxartdı. İnsanların iç üzərini çıxartmışlar. Bəli, o nə qədər qonşu var imiş ki belə.